Salam, hər birinizə xoş gördük. Videoya keçmədən əvvəl kanala abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın. Bugünkü mövzumuz 3-cü göz haqqında məlumat olacaq. 3-cü göz eyni zamanda pineal, yəni epifiz vəzi, zehin gözü və tək göz olaraq da adlandırılır. Beynin mərkəzi saf bilinci əhatə edən epifiz vəzidir. Epifiz vəzinin bütün mistik bacarıqlara sahib olduğu şəklindəki yanlış yorumlama bir xətadır. Bu vəz gerçək anlamda 3-cü göz deyil. O, orqanın bədəndəki yansıması və ya simvoludur. Vəzin əsl gücü ruhsal qarşılığındadır, fiziki deyil. Həqiqi 3-cü göz düzənli görüşlə görünməz, ancaq bir insana xas olacaq şəkildə vəzin ətrafında rəngli bir aura olaraq ortaya çıxar və elektrik işığı ilə parlayar. Beynin qəbul etmə orqanının epifiz vəzinin aurasında olduğunu bilirik. Bu aura titreşimlərə reaksiya verir. Ancaq yaşayan insanlarda görünməz, sadəcə hiss edilə bilər. Düşünərkən bu aurada daimi olaraq bir titreşim meydana gəlir. Bir duru görü beyindəki işığın aydınlığa qədər 7 ölçüsünü haradasa görə bilər. Epifiz vəzində yerləşən zehin, fiziki bədəni idarə edən ağıl olaraq xidmət edən psixik bir mərkəzdir. Beyin, zehnin verdiyi əmrləri və təlimatları filtrdən keçirən bir kompüterə bənzəyir. 3-cü göz, zehin, iki fiziki gözün gördüyünün o biri tərəfində yer alan ruhsal, yəni mənəvi tərəfləri görür. Bu, insanın zehnində yer alan rütbələrin qapısıdır. Walter Russell, İnsan Tanrını anlaya bilməz. İnsanın onu anlaması üçün Tanrı olması lazımdır. İnsan Tanrıdır və dolayısıyla Tanrı insanın anlayışı içindədir. İnsan zehindir. İnsan maddədir. Ağıl və maddə birdir. Tanrı ağıldır. Bu bir ağıl kainatıdır. 3-cü gözü aktivləşdirmə. İnsan olaraq ruh və maddədən ibarətik. Zehnimiz və ruhumuz arasındakı bağlantını qurmaq üçün özümüzün üç tərəfində dəngələmək çox önəmlidir. Məsələn, əgər bədənin sağlıq vəziyyəti pisdirsə, bu vəziyyət ruha təsir edə bilər. Daxili görüşümüzlə bağlantı qurmaq üçün epifiz vəzinin detoksifikasiyası məsləhət görülür. Yəni bədəndən toksinlərin atılması. Araşdırmalar ftoridin epifiz vəzinin paslanmasına yol açaraq həqiqi mənliklə olan bağlantını zəiflətdiyini göstərir. Ftorid əsasən evlərə verilən suda, diş macununda və gizlənmiş qidalarda, işlənmiş qidalarda olur. Buna görə də onlardan uzaq durmaq ən yaxşısıdır. Meditasiyanın təməl məqsədi epifiz vəzini hərəkətə keçirmək və beynin mərkəzində yer alan kozmik mənliklə bağlantı qurmaq, bədəndən xaric olan yoxlamalar daxil olmaq üzrə mistik bacarıqlara yol aça bilər. Diqqətinin yönləndiyi yerdə enerji onu izləyər və zehin bu enerjiyə rəhbərlik edər. Meditasiya zamanı diqqət zehnin mərkəzinə yönləndirilir. Bu zehnin yoğunlaşmasına və fiziki olaraq gözləri alın mərkəzinə yönəltməyi bacara bilir. Bunu tətbiq edərkən məqsəd ritmik bir nəfəs almaq. Bütün enerji və fərqindəliyi beyin mərkəzinə yoğunlaşdırmaqdır. Meditasiya zamanı uzun müddət oturmaq lazım olduğu üçün rahat bir pozisiya seçmək önəmlidir. Başlamaq üçün rahat bir vəziyyətdə olun. Burnunuzdan nəfəs alın. Gözləriniz bağlı olduqda ağızdan nəfəs verin.
Bütün diqqətinizi beynin mərkəzinə, iki qaşın ortasına yoğunlaşdırın. Bunu təqribən 10-30 dəqiqəyə qədər edin. Müddət nə qədər uzun olsa, qura biləcəyiniz bağlantı da bir o qədər dərin olacaq. Günəş və epifiz vəzi. Günəş epifiz vəzinə qarşılıq gəlir. Buna görə də Günəşə baxmaq adı verilən köhnə bir metod var. Günəş beynimiz üçün birinci enerji qaynağıdır. Və bu enerji bədənimizə gözlərimiz vasitəsilə daxil olur. Günəşə baxmaq bu təməl enerjini almağın bir yöntəmidir. Uzun müddət günəşə baxdığımızda beynimizin mərkəzində bunu etdikcə daha da yoğunlaşan, daha da artan bir hiss edə bilərik. Günəş işıqları epifiz vəzinin paslanmasının qarşısını alır və onun aktiv edilməsində köməkçi olur. Yeni başlayanlar üçün günəş batmasını və günəş doğumunu izləmək daha yaxşı olar. Çünki həmin zamanlarda günəş işıqları zəif olur. Bunu etdikdən sonra, müəyyən təcrübə qazandıqdan sonra rahat bir şəkildə günəşə baxma praktikasını edə bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı, videonu bəyənməyi və rəy yazmağı unutmayın.